Sağlar salam. Başlayaq sınaq 17-yə. Birinci sualı. Kim izah edər birinci sualı? Tamam benim axşamınız xeyir. Salam. Zeynal, birinci sualı izah elə. Recording in progress. Birinci sualı Birinci Zeynal izah sualda elə. müəllim B-ni 3 verib, Aha. ifadənin qiymətini istəyir, B-ni yerinə qoyub yazırıq müəllim. Orada da cavab 1 alınır da. Deməli, birinci B-nin yerinə 3 qoyanda 4. Çıxılsın. Hı. 3 mötərizənin içində 3 plus 2. Mötərizə bağlanır. İstəyənsin 4 plusun 3. Oradan da alınır. Axırda 3 çıx 2 qalır, o da 1 edir də. Deməli, 16 çıxaq 15, o da eləyir 1. Doğru cavab C variantı. İkinci sual. Abbas izah elə. Müəllim, burada y-in yerinə kök 3, x-in yerinə isə 2 kök 3 qoyuruq. Oxşarlı əmsal kimidir. K da bərabər 6-ya. Aferin. Y-in yerinə kök 3, daha doğrusu y-in yerinə 2 kök 3. X-in yerinə kök 3 qoyuruq. Axı birinci x sonra y gəlir. K-nı tapanda tənaşıb şəklində vururuq. Olur 2 kök 3 vur kök 3. Doğru cavab nə olur? 6. Doğrudur. Üçüncü Bütün tapşırıq. səhiyyə Denə. deyib, mənim tutacaqlı tutacağın sahə düsturu 2-də 1 S bərabər 2-də 1 AB. Hı-hı. Orada da 2-də 1 vurulsun 10 vurulsun 9 kimi. O da 10-u 9-a 90, 90-ın da yarısı 45. Doğrudur. Müəllimə 4 mən deyim. Hı-hı. Bir dəqiqə silim lövhəni. Hı. De 4-ü. 4-də burada 4n kvadratını onların hamısını ayrı-ayrı n-ə bölürük. Axırda 26 bölünsün n qalır. Burada 26-nın bölənləri olmalıdır. Ay sağ ol. Burada 1, 2, 13, 26-dır. Mənfilərlə bir yerdə götürürük. Ona görə burada eləyir 8 Hı-hı. dənə olmalıdır. Bəli, plus minusu ilə bir yerdə götürsəm, müsbət Bəli. 4 dənə, mənfi 4 dənə, ümumi 8 dənə eləyir, doğrudur. 5-ci tapşırıq. Deyim mən. De Vəfa. 5-də Z1 ilə Z2-nin cəmini istəyir. 4-ün üstə 3 yarəm 7. 5-dən də 2 çıxıram, 3 olur. 7 plus 3. Bəli. Yəni normal toplama qaydasını eləyir. Bəli, kompleks ədədlərin cəmi onların xəyali hissələrini və həqiqi hissələrini toplayaraq alırıq. Burada həqiqi hissələrimiz bizim 4 ilə 3-dür, Altındayım cəmi müəllim. 7 eləyir. Xəyali hissələrimiz də 5 ilə mənfi 2-dir, cəmi də 3 eləyir. Ona görə 7 üstə gəlsin 3-ü. Doğrudur. 6-cını Ümid denə. 6 deyir, A-nın hansı qiymətində funksiya cütdür? Orada AX kvadratı cüt funksiyadır. Deməli, Bu A cütdür. çıxsın 4x bu tək funksiyadır. Aha. 2A-da. Bir də 2A-dakı cüt funksiyadır. Ay sağ Yəni ol. sərbəst ədəd ona görə cüt Bəli. olur. Orada bizə cüt olması üçün dediyinə görə tək oradan 0-a bərabər eləməliyik. A 4 Bəli. olmalıdır. Bəli. A çıxaq 4 tək funksiyadır deyə onu 0-a bərabər eləyirik. A da olur 4. Doğrudur. Visalə 7-cini denə. 7-də birinci oturacağın uzunluğunu tapırıq. S-dən 2 pi 6 pi alınır. 6 pi alınandan sonra da L bərabərdə alfa bölü 360 vurulsun 2 pi L-dən yerinə qoyaq. Oradan da 54 alırıq. Aferin. Bu düsturu uşaqlar ola bilər ki, kimisə yadından çıxar. Yəni düsturu əzbərləmədən də konusun açılışı bilirsiniz ki, sektoru verir. Düzdür? Konusu açanda belə bir sektor alınıb. Deyir ki, bu sektorda yuxarıdakı bucaq 270 dərəcədir. Sən də bilsən ki, bunu açanda konusun oturacağının uzunluğudur. Konusun oturacağının radiusu 3 olduğuna görə uzunluğu 6 pi'dir. Bu da konusun doğranıdır. Doğranı da radius sayılır. Yekə bir çevrənin radiusu sayılır. Tənasib də quraraq eləyə bilərik. 270 dərəcə 6 pi'dirsə, 360 dərəcə x-dır. X-dır. Bunları sıra aparsam 4, 3.
Deməli, x-imiz olur 8 pi. Yəni, bu çevrənin uzunluğu 8 pidir. Əgər çevrəmizin uzunluğu 8 pi idisə, onda həmin o iri çevrənin radiusu 4-dür. Demək ki, radius budur axı, konusun doğranıdır. Konusun da doğranı 4-dür. Və yaxud da yoldaşımızın dediyi düsturu əzbərləyərək yaza bilərsiniz. İmtahanda yaddan çıxsa düstur, yəni bu şərtlə də gedə bilərsiniz. Sonra 7 getdi, 8-ci tapşırıq. 8-i kim izah eləmək istəyir? Amma izah eləməyənlərdən. Deyim müəllimə. Aysu. Mən burada məxrəci 36 olan düzgün kəsir istəyirsə, deməli 35 dənədir. Afərin. Bunlardan ixtisar olmayanlar deyilsə, mən düsturla 36 vursun 1 çıxılsın 2-də 1 vursun 1 çıxılsın 3-də 1 ilə elədim. Hardan O tapdın deyə 1 çıxılsın 2-də 1-dən 1 çıxılsın 3-də 1-i? 36-nı sadə vurğulara ayırdım. Onlardan elədik. Elə bil ki, 36-ın sadə vuruqları 2-nin kvadratı 2-nin 3-ün kvadratı kvadratıdır. ilə Ay 3-ün sağ kvadratı da ol. 2 ilə 3-ünü götürdük. O deyirdi 12. 35 dənə düzgün kəsir olduğuna görə o deyir 35-də 12. Bəli. Deməli, yoldaşımız qarşılıqlı sadə ədədlərin düsturundan tapdı ki, 36-dan kiçik 36 ilə qarşılıqlı sadə ədəd 12 dənədir. 12 dənədirsə, deməli, bunların məxrəcində 36 ilə ixtisar getməyəcək. Məsələn, 36-da 1 ixtisar getmir, 36-da 5 ixtisar getmir. Bu şəkildə yazsaq, 12 dənə belə kəsirimiz var. 12 dənə belə rəqəmimiz var. Ümumi 36-dan 35 dənə kəsir düzgün kəsirdir. 35-dən 12-si ixtisar getməyən olacaq. O da sizdən ixtisar getməyəni istəyirdi. Doğru cavab 36-da 35-də 12. Bəli. 9-u de Aysun. Deməli 4,3-ün kəsir hissəsini istəyir. Biz bunun tamını tapıb bunu çıxacağıq həmin De görüm. ədədi. Bunun tamı Deməli nədir? 4,5-dir, -5 olacaq. Bir-birindən çıxanda isə o mənfi edir, müsbət olur. Deməli kəsir hissəsi 0,7-dir. O birisində isə tam hissəni istəyir. Orada da 12 olacaq, -12. Bunların fərqini istəyir deyə 0,7-nin üstünə də 12 gələcək, 12,7. Bəli, 0,7-dən -12-nin çıxmaq elə 0,7-nin üstünə 12 gəlməkdir. O da 12,7. A variantı. Doğrudur. 10-cu tapşırıq. De Fatimə. Burada çevrənin daxilinə çəkilmiş BAS bucağının deyir ki 60 dərəcədir. 60 dərəcəyə daxilə çəkibsə ayrıdığı qövs 120 dərəcə olur. Bu da 2 yerə bölünür. Diametrindən 2 yerə bölünür deyə 180-dən 120 çıxırıq 60 dərəcə olur. 60 dərəcənin də qarşısındakı bucaq 30 dərəcə olur. Diametrə söykəndiyi üçün diametrə söykənən bucaqda 90 dərəcə olur. Ona görə AC tərəfi diametr olaraq olur. AC 18-dirsə radiusumuz 9 olur. Teoremə əsasən də AB tərəfindən 9 tapdım. Deməli, mən sənə şəkil çəkdim ki, yavaş-yavaş izah eləyəsən. Deyə çevrənin mərkəzi daxilə çəkilmiş BAC bucağın AC tərəfi üzərindədir. Deməli, daxilə çəkilmiş BAC bucağının BAC bucağının AC tərəfi üzərindədir. Gördün, bax şəkli bu şəkildə çəkdim. Mərkəz buradadırsa, deməli o diametrə söykənib 3 bucaq düz bucaqlı 3 bucaqdır. Ondan sonra deyir ki, AC 18-dir. BAC bucağı da 60 dərəcədir. Demək, burada 30 dərəcədir. Sən belə deyirdin də, düzdür? 30 dərəcə bucaq qarşısına duran katet olan AB hipotenuzun yarısıdır. Yəni, orada olacaq 9. Düzdür. 11-ci tapşırıq. Deyim mi? Mən De Aysu. De. Burada x sıx 8 modulda A-dan böyükdür. A-nı 0 verib. Modulda həmişə x 0-dan böyük olduğuna görə mənfi sonsuzluqda, müsbət sonsuzluqda. Yox, axı burada xətt yoxdur. Modul həmişə 0-dan böyükdür və 0-a bərabərdir. Amma burada xətt yoxdur. Görürsən, bu xətt belə olsaydı, Aysu sənin dediyin idi. Mənfi sonsuzluqdan müsbət sonsuzluğa. Amma o xətt yoxdur. İndi sən mənə de görüm. X çıxılsın 8-də. Sən deyirsən ki, hər şey ola bilər. Mən deyirəm 8. 8-i qoyanda modulda 8 çıx 8 neyinir? 0. Ona görə 8-i götürmürük, o da A variantı olur. Bəli, ay sağ ol. 8-i götürmürük. Amma belə olsaydı sənin dediyin doğru idi. Həmişə bəli, 0-dan böyükdür və 0-a bərabərdir. Amma ciddilik yoxdursa, 0-dan böyük olması üçün 0 olmamalıdır. Doğru cavab, yəni 8 qoysam ödənməyəcək. Amma 8-dən başqa nə qoyuram qoyum, həmişə doğru cavab ödənəcək. Ona görə mənfi sonsuzluqdan 8-ə, 8-dən müsbət sonsuzluğa. Doğrudur. 12-ci tapşırıq. Deyim 12-ni. De Murad.
12-dəki həzmi 125 sm-nin kub olan piramida ilə eyni böyüklükdə olan kubun tilini tapın. Əgər eyni deməli həcmləri bərabər olacaq. Deməli kubun daxilisi 125-dir. A kubu da 125 isə A da bizə 5 tapırıq. Bəli. Eyni böyüklükdə deyəndə həcmləri eynidir. Amma müstəvidə eyni böyüklükdə deyəndə sahələri eynidir. Bu fəza olduğuna görə həcmləri eyniləşdirdim. A kubu 125, A da oldu 5, tilimiz oldu 5. Düzdür. Mən 13. deyim müəllim o birisini 13. Demələk. Müəllim burada x-imizi -2 verib. Bizdə də bunun düsturu -b/2 aldı da. Afərin. -b/2 -ı -2-yə bərabər eləyəcəyik. Hı. Oradan da ki Yox, mənfi dedi. yox de. Hə, yerinə qoy denə. Burada A bölünsün. Yox, bir dəqiqə mənfi b-nin yerinə də qoyacağam. Dəqiqə. Bax, B-nin yerində səndə A durur. Olacaq mənfi A. Axı düsturda mənfi var. 2A-nın da yerində 1 durur. Düzdür? Bəli, mən prosta içəri adam girdi ona görə səs. Hə, 2-ni də 2-yə vurdun, heç nə olmaz. Mənfi 2-ni də 2-yə vurdum, 4. Deməli, A-nın 4 qiymətində apsisin, təpə nöqtənin apsisi mənfi 2-yə bərabərdir. Bəli, mənfi 2 olar. Doğrudur. 13 getdim. Növbəti səhifəyə keçək. 14-cü tapşırıq. Deyim. Amin. Bir dəfə x-in yerinə -1 qoyuruq, bir dəfə də 2 qoyuruq da. Amin, tam elə olaraq elə olmur. İndi bu dəfə məsələn bir dəfə -1 qoyarsan, bir dəfə 2 qoyarsan tutar, amma bir dəfə tutmaz. Bunun əsl qaydası belədir uşaqlar. İfadənin ən böyük, ən kiçik qiymətini tapanda 3 dənə nöqtə olur. İkisi sərhədlərdə olur. Bax burada sərhədlərdə -1 ilə 2-ni verib sizə. Biri də törəməni sıfıra bərabər eləyən ədəddir. Törəmə də bizi yuxarısında, bax bu yuxarını sıfıra bərabər eləyən ədəd 2x çıxaq 2 bərabərdir 0-dır. X da oldu 1. Deməli, bizim 3 dənə ədədimiz var. Bu və bu. 3 dənə ədədimiz var. İndi bu 3 ədədin 3-ünü də aparıb həmin funksiyada yerinə qoyub yoxlayırıq. Hansını ən böyük alsa onu götürürük. Məsələn, birinci -1-i qoyub yoxlayıram. 2-nin başında -1-i x kvadratı deyil, olacaq -1-in kvadratı çıxılsın. 2 vuraq. -1 çıx 1. 2-nin başında 1 topla 2 çıx 1. O deyir 4. Biri qoydum, -1-i qoydum, oldu 4. İkinci. 2-nin başında, qüvvətində x-in yerinə 2 qoyuram. 4 çıxılsın 4 çıxılsın 1. Bu deyir 2-nin başında -1, yəni 2-də 1. Üçüncü də törəmədən aldığım qiyməti qoyuram yerinə. 1-i qoyuram yerinə. Biri də, bax 1 bu aralığa düşür ha, ona görə götürdüm. Yəni, törəməni tapdım. Aralığa düşdüyünə görə 1-i də qoyuram yerinə. 1-i də qoyanda yuxarıda olacaq 1 çıx 2 çıx 1. 2-nin başında -2, o deyir 4-də 1. İndi məndən ən böyük qiymət istədiyinə görə cavabı 4 götürürəm. Amma uşaqlar ən kiçik qiymət istəsəydi, görsüz törəməni tapmasaydım, ən kiçik qiymət görsüz törəmədən gələn qiymətdir. Amma mən törəməyi tapmasaydım, -1 2 parçasında -1 ilə 2-ni qoyanda məndən ən kiçiyini istəsəydi, çaşıb 2-də 1 götürərdim və misal səhv gedərdi. Ona görə mütləq fərqi yoxdur, ən böyük qiymət istəsin, ən kiçik qiymət istəsin. O parçada səndən nəsə istəyirsə, sən birinci törəməni tap və törəmənin qiymətini də nəzərə alaraq apar yerinə qoy. Bu imtahana düşməz, yəni bu cür dərindən düşməz də imtahana. Çünki törəməni 2015-də düşüb də bu, 2025-də, 24-də bunlar düşməyiblər. Törəmə axı orada keçirilmir sizə. 2015-də artıq buraxılış martda olmurdu deyə, qəbul iyunda olurdu deyə törəmə salınırdı. Özə qəbul sualıdır bu. Keçək 15-ə. 15-i mən deyim müəllim. De görüm Nurdan. Mən burada A bölü B 2 bölü 5 nisbətindədir. Onda A 2K olur, B 5K olur. Aferin. Burada da apar bir yerinə qoyanda əkəb AB, yəni 2K 5K, əbub üstə gəl, əbub 2K 5K bərabərdir 88-ə. Bunlardan da K-nı çıxarıq ortaq vuruq kimi. Bir də gözüm mən də tez-tez yazım. 5K bərabərdir 88-ə. Sən deyirsən ki, əkobu qarşılığı sadə olduğuna görə neçə K-dır? Bunlar 10K-dır.
Bu da qarşılıqlı sayda olduğuna görə neçə O da k-dır? K olur. O da 11K 88-ə, K da 8 olur. Oradan da B çıx A-nı istir bizdən. O da 3K eləyir. 3-ü də Aferin. 8-ə vuranda 24. Bəli. B çıx A 3K-dır. 3K-dır. Axı K-da 8 tapmışam. 3 8-im 24. Doğrudur. 16. 16-nı mən deyim. De Türkanə. 35 mürəkkəb ədədi olduğuna görə onu ayırırıq. 5 üstü, 5-in üstündə n üstə gəl 3, vurulsun 7 üstü n üstə gəl 3. Natural bölənlərin sayını tapanda qüvvətlərin üstünə 1 əlavə eləyirik. N üstə gəl 4-ün kvadratı bərabər olur 100-ə, n də bərabərdir 6-ya. Aferin. En üstə gələk 4 olur 10, en də olur 6. Məndən də nə istəyir burada? En istəyir. Doğrudur. 17-ci tapşırıq. Mən deyim. De, Firuzə. Burada birinci müstəviyə olan məsafəni surətdə yazırıq. Mailin uzunluğunda məxrəcdə. Birinci belə deyək də, Burada şəklini çəkək. Hündürlüyümüz 6-dır, çünki məsafə 6-dır. Hipotenuzumuz da 12-dir, çünki mail hipotenuzdur. bəli. Bu bucağı istəyirəm səndən. Qarşı katetin hipotenuzu olan nisbəti nəyə verir? Sinus. Burada da şey olacaq. Sinusu. Sinus alfa. Bərabərdir 6 bölünsün 12, 2də 1. Sinus 12, 2də 1-i harda alır? 30-da. Bəli. Doğrudur. 18-i mən deyim müəllim. De Nərgiz. Burada mənası yoxdursa, demək məxrəc sıfırdır. 6x çıx 18 sıfıra bərabərdir. X da 3. Bəli. 3 qiymətində ifadənin mənası yoxdur. Doğrudur. 19. 19 deyim. De Əsmər. 19-da deməli modulların cəmi sıfırdırsa, deməli hər ikisi ayrılıqda sıfıra bərabərdir. Aferin. X-i onda elə bil keçirəcəyik bu tərəfə, əvəz eləyəcəyik. Bir tərəfə toplayaq. Toplayaq, yaxşı. Hə. X üstə gəl Y, üstə gəl B çıx A. Bir də ki, çıx 10 bərabərdir 0. X üstə gəl Y də bərabərdir 5. Onu da yerinə qoyanda -5 eləyir də. Demək, B çıx A-nı tapanda 5 alıram. Amma məndən B çıx A-nı yox, A çıx B-ni istədiyinə B-ni görə, istəyir. bəli, -5. Doğrudur. Aferin. 20. Kim izah eləyər 20-ni? İzah eləməyənlərdən. İzah etməyənlərdən. Deyim mən. Türkan, denən Türkan. 20-də konusun doğranı 10 sm-dirsə, oturacağın radiusu da 8-dirsə, onda konusun hündürlüyü olur 6. Aferin, Pifaqor teoreminə görə. Aha. Hündürlüyü isə onun hündürlüyünün 2 dəfə kiçik olan konusun həcmini tapın. Onda 6-nı bölürük 2-yə 3. Konusunda həcmi 3/1 pi kvadratı h-dır. Onları da yerinə qoyuruq, cavabı da tapırıq 648. 64 pi. Pini ilə yazmışsan 8 oxuyursan, hə? 64 pi. Doğrudur. Düzdür. 21. 21 törəmədi bizik deyil. 22. Deyim müəllim. Məhəmməd denən. 23-də mənim S bərabərdir L vur H düsturundan gedirik. Sahəni 80 verib, orta xəttdə 16 verib. 16 H 80-ə bərabər olur, H da 5-ə. Bəli, H da tapanda 80-i 16-ya bölürəm. 5. 5 edir. Doğrudur. 23. 23-ü mənə kim izah eləmək istəyir? Abdin 23-ü izah eləyək. Deməli. 20-sinin cavabı 45 tapmışam. Bilmirəm düzdür ya yox. Cavab deyəsən kökdə 4 böl 2. Deyəsən 2 böl kökdə. Məsələn kökdə 4 ilə bağlı bir şey idi. İndi 45 deyil, yox. Aksinus zad idi. Şəkli çəkim səndən bir baxaq buna.
Cavabı dəqiq yadımda qalıb, indi izah eləyəndə baxacaq. Deyir ki, kvadratın tərəfindən keçən müstəvi. Deməli, bir də kvadrat çəkək. Kvadrat. Düzdür. Kvadratın tərəfindən keçən müstəvi. Bu da olsun bizim müstəvimiz. Belə yazmısan. Bax, bu kvadratdır. Şəkli başqa özü seçmişdim mən. Hə, həmişə müstəvini altda çək ki, onda qəşəng alınır. Yoxsa yuxarıda çəkəndə müstəvini adam çaşır. Bu şəkillərdə adamı çaşdırır. 30 dərəcə meyillidir də yerə. Necə? 30 dərəcə meyillidir yerə. Hə, bax 30 dərəcə buradır. Uşaqlar, hamı diqqətlə, bax bura 30 dərəcədir. Deyir ki, müstəvi, bax bu müstəvinin üzərində düz xəttdir. Bu da kvadratın tərəfidir. Deyir, müstəvi ilə kvadrat 30 dərəcə bucaq əmələ gətirib. Mən də bir də hündürlük çəkirəm ki, hə. Deməli, kvadratın tərəfinə A desəm, bütün tərəflər A-dır da kvadratda. Bu da düz bucaqlı üç bucaqda axı, buraya da 90 dərəcədir. 30 dərəcə bucaq qarşısına duran katet hipotenuzun yarısına bərabər olduğuna görə bura A bölü 2 olur. Düzdür? İndi sonra mənə deyir ki, kvadratın diaqonalı ilə, bax kvadratın diaqonalı budur. Deyir, kvadratın diaqonalı ilə həmin o müstəvi də aşağıdakıdır da, müstəvi arasındakı bucağı tap. Bax, bu bucağı tap. Burada nə bilim beta deyək. Bu bucağı tap. Sən də bilsən ki, kvadratın diaqonalı kök 2A-dır. Qabağındakı katet var, bir də səndə hipotenuz var. Onda sinus beta bərabərdir qarşıdakı katetin, yəni A bölü 2-nin hipotenuza nisbəti, kökdə 2A-ya nisbəti. Buradan da A-lar ixtisar gedəcək. Olacaq sinus... Necə? 1 bölü kökdə 8 olur. Ay, sağ ol. Bunun da məxrəcini irrasional adad dilində kökdə 2-yə vururam. Olur kökdə 2 bölək 4. Onda beta da bərabərdir. Aksinus kök 2 bölünsün 4. Başa düşdün? Bəlkə də sən də belə almışsan, hesablamada ola bilər ki, səhv eləyib 45 götürmüsən. Kök 2 bölü 2 götürmüsən, haradasa səhv eləmişsən. Kök 2 bölünsün 4. Bunlar buraxılışa inanmıram düşsünlər. Yəni, bloka düşərlər. Buraxılışa inanmıram düşsünlər, çünki bunlar biraz qurmaq çətindir. Adamın beynində fikri dağılır da, quranlar. 24-ə baxaq. 24 əlif 8 izah elə. 24-ü sadə bölənlərini tapmışam, natural bölənlərini tapmışam, amma sonrası yetmir. Deyir, 140 ədədinin natural bölənləri arasında təsadüfən seçilmiş birin sadə ədəd olması etmir. Belə düz tapırsan da, qabağı düz başlamısan. Natural bölənləri nə qədərdir 140-ı? Mənlə bir başlayaq. 140-ı sadə vuruqlarım birinci deyək. 2 vurulsun. 2 üstü 2, 5 Aha. üstü 1 vurulsun, 7 üstü 1. Vuraq 7 üstü 1. Düzdür, belə dedin. Aha. Aha. Onda bu Sonra natural... qüvvətləri bir-bir artırıb bir-birinə vuracaq. O da 52. Aha. 12. Qəşəng. Deməli, məxrəcdə bütün mümkün hallar. Yəni, 12 dənə bunun natural böləni var. Surətdə də neçə dənə bunun sadə böləni var da. Elə deyir. Düzdür. Deyir ki, təsadüfən seçilən biri sadə ədəd olmaz. Əvvəlcə sən tap 140-ın neçə sadə böləni var ki, elə gözümüzlə görürük də. 140 nəyə bölünür? 2-yə, 5-ə, 7-yə. Başqa sadə ədədə bölünür? Xeyr. Yox. Deməli, 3 dənə sadə böləni var bunun. 12-də 3. Yəqin sən sadə bölənləri tapmağa ərinmirsən ki, bunlar nə qədər sadə. Onsuz da sən sadə vuruqları ayıranda nə görürsənsə, elə o onun sadə bölənləridir. Başa düşdüm. 4-də 1. Doğru cavab. 4-də 1. 25-ci tapşırıq. Deyim mən. Elvira denə. Müxtəsər vurma düsturuna görə ayırırıq. Hı-hı. Mərkəzdə A çıxılsın 6 çıxılsın 4. Hı-hı. Digərində də isə A çıxılsın 6 üstə gəlsin 4. Hı-hı. Bu da bərabərdir A çıxılsın 10, A çıxılsın 2. Qəşəng. Doğrudur. Keçək o birisinə. Birincini deyim. Amin, sən izah elədin, yoxsa elə izah eləməmsən? Eləməmişəm. Hə. Denən Amin birinci. Mən birincidə S bərabərdə A kvadrat ilandır. Hı-hı. Sonra burada 40-ı 100-ə böldürürük. 0 onda 4. Yox, elə getmə. 40% artıran neysə faiz olur.
140. 140 140, 100. faizi ədədə çevirək. 1.4. 1.4. Sən də bilirsən ki, tərəflə 1.4 sahə kvadratı. necə mütənasibdir? Tərəfin sahəsi. Kvadratik. Düzdür? Deməli, 1,96 oldu da. O da 196 faizdir. Sonda sənə deyir, necə dəyişər? 96 faiz artar. 100 faizini çıxıram, özünü çıxıram. Deməli, 96 faiz artar. Başa düşdün? İkinci tapşırıq. İyiyim ben bunu. De Camal. Orada müəllimləri sıfıra bərabər eləyəcəyik. Çünki sıfıra bərabər olanda təkcə bərabər ola bilərdi. Aferin. Əsaslar əgər fərqlidirsə, o vaxt bərabərlik ödənir ki, üstlər sıfır olsun. Onda olacaq. O da olur 3A bərabərdir 4B-yə. A-ya yazarıq 4K, B-yə də 3K. A plus Qoy B-ni sən də dediyin kimi yazım. 21 verib. A-ya 4K, B-yə də 3K. Qəşəng. A plus B-ni də 21 olur. Oradan 4K üstə 3K bərabərdir 21 olur. 7K bərabərdir 21, K da bərabərdir 3-ə. Bizdən də AB hasilini istəyir. 9 olsun 12, 108. Aferin. Qəşəng. Doğrudur. Növbətini kim deyər? İzah eləməyənlərdən. Həbiblə Əli denə 3-ü. Həbiblə Əli. 3-də M1 18 orada birincini götürdük. Niyə? İzahını da ver. Vallahi bilmirəm siz deyəndə elə yadımda qalıb. Hə. Deməli, yadında saxla. M1 və M2 bir hədlərinin cəmi həmişə dərəcəsi böyük olandır. Amma hasili dərəcələri cəmidir. Burada da deyir ki, cəmi 18-dir. Dərəcələrin, yəni ümumi cəminin dərəcəsi 18-dir. Demək, dərəcəsi böyük olan 18-dir. M1-i verib mənə 6, lap yaxşı. Olsun da 6, nə olar? Lap 7 olsun, 8 olsun. Mənim üçün heç bir fərqi yoxdur. Dərəcəsi böyük olan 18-dir. M1 məlumsa, demək, məlum olmayan M2-dir. Demək ki, M2 imiş 18. Dördüncü tapşırıq. Həşim, buradasan? Deyim mən. Həşim. Aydan dinlə. Burada tərs funksiyanı istədiyi üçün x-in yerinə y qoyuruq. Aha. X bərabərdə 6y üstə gələk 5 bölünsün 8y bölək 9 olur. Bəli. 6y üstə gələk 5 bərabərdir 8xy üstə gələk 9x. Yavaş-yavaş deyək. 8y, xy üstə gələk 9x. Aha. 8xy çıxaq 6y. Mən belə yazdım. 9x çıxaq 5. Aha. Yəni də y-i tapanda 6 çıxaq 8x bərabərdir 9x çıxaq 5. Aha. Y də bərabərdir 9x çıxaq 5 bölünsün 6 çıxaq 8x. Aha, ay sağ ol. Variantlarda da uşaqlar buna oxşayan cavab A variantındadır. A variantında mənfini atıblar qabağa. İstəyirsiniz, mən də o vida salım. Deməli, burada mənfini çıxarsam, mənfini atsam qabağa, deməli olacaq deməli mənfi, bax qabağında yazım da belə. Mənfi 9x çıx 5. Sonra bu mənfini, bax bu qabağındakı mənfini məxrəcə vuranda 8x çıx 6 eləyir. Yəni eyni cavabdır. Nə variantı almışdın? Variant. Bəli. Doğrudur. 5-ci tapşırıq. Üstə 5 olmur ki. Necə? Üstə 5 olmur ki orada. Hə, üstə gələk 5-də. A variantında necədir eləsinə? A variantı nədirsə o olur. 5-ci tapşırıq. Cavab A variantıdır. Mənfini atırıq qabağa, işarə dəyişir. 5-ci misalda heç iştirak eləməyən. Vəfa, sən iştirak eləmişsən? Hə, elədim. Eləməyənlərdən.
De görüm Emil. Deməli, x 42-ni bir dəfə mənfi 1-ə, bir dəfə də müsbət 1-ə bərabərləşdirib tapırıq. Birində Hı x -hı. 1 olur, birində də mənfi. Cavab da A. Bəli, bəli. Uşaqlar, x-2-ni niyə mənfi 1-ə, müsbət 1-ə bərabər eləyirik? Çünki sinusun təyin oblası mənfi 1-1 aralığındadır. Onun üçün elə eləyirik. Bir dəfə də müsbət 1-ə bərabər eləyirik. Buradan x-i tapırıq 1. Bir də x-i tapırıq nə? 3. Nə cavabı olur Emil? Emil. C-dir müəllim. Səhv Bəli. baxmışam müəllim. Hə, C variantı. Cavab 1-lə 3 doğrudur. 6-cı tapşırıq. Rahil, 6-cı tapşırığı izah elə. Altıda deməli. Hı -hı. 10 kvadratı yüksəltdim. Ümumiyyətlə, A vektorlar kvadrat. perpendikulyardır deyirsə, nə deməkdir? Hasili sıfırdır. Sıfır. Has Ha, hə. sıfır. Onda ki, hasilin sıfır eləyir. A topla MB və A çıx MB nəyə bərabərdir? Sıfıra. Sıfıra bərabərdir. O da A kvadrat çıxsın M kvadratı B kvadrat bərabər sıfır. Bəli. Sonra yerinə qoyuruq. 9-un kvadratı çıxsın 25 M Bir də indi kvadrat gözlə, bərabər bax, bir də Rahil ağlı. Hı -hı. Deməli, vektorun kvadratı elə onun modulda kvadratı eyni şeydir. Hı -hı. Modulu 3-dürsə, onda onun özünün də kvadratı 9-dur. 9 çıxsın 25 M kvadratı bərabər 0. Aha. M də bərabərdir 5-də 3-ə. Kök altından çıxarılır. Bəli, M də bərabərdir plus minus 5-də 3-ə. Şərti də səndən nə istəyir? M-in müsbət qiymətini. Ona görə doğru cavab 5-də 3-ün müsbəti. Yəni müsbət 5-də 3 doğrudur. 7-ci sual. İlkin 7-ci sualı izah elə. İlkin dedi yazmamışam. 7-ci tapşırığı izah etməyənlərdən kim yazıb? Zəhra. İzah elə Zəhra. Eşidirsən? Müəllim, mən nəsilsə mən yazmamışam. Bəs digər Zəhra. Mən də yazmamışam. Yaxşı. Onda İzah Abin izah eləyim, eləsin. Abin yazmışdı deyəsən. Abin izah elə. Burada deyir kəsik konus nöqtələri 36-64-dür. Hündürlüyü də ortasından keçirilir. Hı -hı. Əgər otozacaqlar 1.36, 1.64-dürsə, hündürlük də ortadan keçirilibsə, deməli bu radiusları birləşdirir. Orada bir dənə trapesiya alacaq, düz bucaqlı trapesiya. Bu da orta xəttdir. Ortadakının radiusu da bunun orta xətti olacaq. Ay, sağ ol. Qəşəng. Orada tapanda 8-in altını toplayıb böləcəyik 2-yə, yəni onun radiusu 7-dir. Aferin. 7-nin kvadratı. Aferin. Yoldaşımız deyir ki, bax, şəkli çəkdim sizin. Kəsik konus budur uşaqlar. Bax, kəsik konusun oturacaqları dairədir. Düzdür? Dairənin deyir ki, radiusları, sahələri 36-64-dür. Əgər sahələri 36-64-dürsə, əslində burada pilər olsaydı daha yaxşı olardı. Pilər yoxdur. Əslində radiusu tapanda pi ilə getməlidir. Sahə nədirsə, onu bölürsən. Pi kvadratı ilə gedir də. İndi fərz edin ki, pi var yanında. Onsuz da heç cavablarda da pi yoxdur. 36 pi əgər bunun sahəsidirsə, 6 pi oldu bunun radiusu. Burada da 8 pi oldu bunun, 8 oldu bunun radiusu. 6 ilə 8 oldu bunun radiusu. Bu da orta xətt olduğuna görə, orta xəttdə cəminin yarısı olduğuna görə radius da 7 oldu. Əgər radius 7-dirsə, sahəsi də 49 pidir. İndi hamısında pilər yoxdur deyə cavab 49-u götürürsünüz. Orta xətt düsturu ilə. Bəs niyə deyir ki, orada hündürlüyün ortasından keçib? Yəni demək istəyir ki, orta xəttdir bu. 8 çox qəşəng sualdır. Çoxlu səhv yazmışsınız 8-i. Bir-iki nəfər düz yazmışdı. İzah edirəm 8-i qulaq asaq. Deməli, deyir ki, 8-də funksiyanın qiymətlər çoxluğunu tap.
Təyin oblası ayrı şeydir, qiymətlər çoxluğu ayrı şeydir. Qiymətlər çoxluğu Y-in aldığı qiymətdir. Özü bu kəsirli misaldır. Kəsirli misallarda əvvəlcə bunun tərsini tapırsınız. Tərsindəki funksiyanın məxrəci sıfır ola bilməz. Gəlin bunun tərsini tapaq. Bayaqları aydan necə tərsini tapdıq? Bax, o cür tərsini tapırıq. Deməli, x bərabərdir. Y-in yerinə x yazıram. 4y topla 3. Aşağıda da 8y topla 5 yazıram. Tənasüb kimi vururam. 8x topla 5x bərabərdir. 4y üstə gəlinsin 3. 8x çıxılsın 4y bərabərdir 5x. 3 çıxılsın, yazaq. 3 çıxılsın 5x. Y çıxardanda mötərizənin kənarına 3 çıxılsın 5x surətə qalxır. 8x çıx 4-də məxrəcə düşür. İndi uşaqlar, bu funksiyanı, bax bunun qiymətlər çoxluğu, bunun təyin oblasıdır. Çünki tərsidir axı. Tərs funksiyada birinin qiymətlər çoxluğu, digərinin təyin oblası olur. Demək, bunun təyin oblasında bizi bilir ki, məxrəc sıfır ola bilməz. Məxrəci sıfır eləmirik, yəni 8x çıx 4-ü sıfırdan fərqli eləyəndə x 0,5 ola bilməz. Demək, bunun təyin oblasında 0,5 yoxdursa, funksiyamızın da qiymətlər çoxluğunda 0,5 yoxdur. Doğru cavab olacaq A variantı. Elə belə istəyirsiniz, gəlin y-ə 0,5 verək, görək niyə alınmır cavab. 4x üstə gələk 3 bölünsün 8x üstə gələk 5 bərabərdir 0,5, yəni 2-də 1. Tənasüb Hə, uşaqlar, deməli qalmışdıq 8-ci tapşırıqda. Tapdıq ki, x 0,5 y 0,5-ə almır. Düzdür? Eşidirsiniz məni? Bəli. Hə, səsim gəlir. Deməli, biz tapdıq ki, y 0,5-ə almır. Dedim, gəlin yoxlayaq. Yoxlayanda bax, məsələn, 4x deməli, 4x topla 3 bölünsün 8x topla 5. Bərabərdir 2-də 1. Y qiymətlər çoxluğunda. Əgər mən mənfi sonsuzluq, müsbət sonsuzluq yazsam, 2-də 1 ödəməlidir. Tənasüb şəklində vururam. 8x topla 6 bərabərdir 8x topla 5. X-lar islah getdi, qaldı 6 bərabərdir 5. Bu da boş çoxluq. Gördünüz? Yəni, y həqiqətən də 2-də 1-i almır. Ümumiyyətlə, sizdən qiymətlər çoxluğu istəyəndə, siz o funksiyanın tərsini tapırsınız. Tərsindən məxrəc nəyə düşürsə, məxrəcdə düşən o ədəd var, məxrəcə o yazılan o ifadə var, ha, onu sıfırdan fərqli edirsiniz. Sonra hər ehtimala qayıdıb tənlikdə bir də yoxluyursunuz. Görürsünüz, sizin sıfırdan fərqli elədiyiniz cavab həqiqətən də həll deyilsə, onu götürmürsünüz. Deməli, məndə 2-də 1 həll deyil. Heç vaxt cavab 2-də 1 olmayacaq. Ona görə doğru cavab məğər sonsuzluğa 0,5-ə, 0,5-də müsbət sonsuzluğa olacaq. A variantı. Bu sualdan topluda mən görməmişəm. Yəni 2023-ün, 25-in toplusuna görməmişəm. Qəşəng sualdır bu sual. 9-u deyim müəllimə. Deyim. Təxmin edin. Burada tənliyə həll edin deyir. Burada loqaritma x gəldi 8 bərabərdir loqaritma 8x. Toplama olduğu üçün vurulur. Sonra loqaritmalar gedir. X də gəlsin 8 bərabərdir 8x. 7x də bərabərdir 8-ə. X də bərabərdir 1,7-də 1-ə. Y variantı. Bəli, 8 bölünsün 7. Doğrudur. 10-cu tapşırıq. 10-cu tapşırığı heç izah eləməyən kim var? Çinarə, 10-cu tapşırıq izah elə. Burada mənim dövrü 2pi/7 verib 2pi/7 bölünsün m-in kvadratı çıx 4 bərabərdir 2pi yazdım. Çinarə, səsin heç gəlmir ha. Deməli, deyirsən ki, 2pi bölünsün m kvadratı çıx 4, düzdür. Bu qaydamızdır da. Bərabərdir 2pi/7. Yəqin belə deyirsən. Bunlar getdi. Oradan da hesablayanda m-in kvadratı 11 olur. Bir dəfə də mənfisi ilə. Düzdür? Onda m kvadratı bərabərdir 11. M bərabərdir plus minus. Bu misalda mənfi səhvi var idi.
Bir də m kvadratı bərabərdir -3 boş çoxluq. Deməli, aldım mən müsbət kökdə 11-nə mənfi kökdə 11. Hasili də -11 eləyir. Variantlarda emin ola biləcək qiymətlərin hasilini tapın. Yəqin ki, modulları hasilini tapın demək istəyir. Doğru cavab Y variantı götürürük. Amma bilin ki, cavab -11 eləyir. Bildiniz? 11'i diyeyim müəllimə. Deyin. 11-i də cəmlə. Mənim 11'də deyir ki, konusunda oran 8 santimetrdir və oturacaq müstəvisi ilə 60 dərəcəli bucaq əmələ gətirir. Birinci konusun yəni doğranı 8'dir. Sonra bir dənə hündürlüyü endiririk. 60 dərəcəli bucaq əmələ gətirirsə, deməli təpədəki bucaq 30 dərəcədir. Və biz bilirik ki, 30 dərəcənin qarşısında duran katet betonumuzun yarısına bərabərdir. Deməli, erimiz 4'dür. Konusun yan səthinin sahəsi isə PRL düsturu ilə tapılır. P'ni 3 verib, R 4'dür, L də 8'dir. Cavab edir 72. Doğrudur. 12 mən deyim müəllimə. 96 96. 96, hə. 96. Yaxşı, 96 olsun. Deməli, nəyə vurduq? Bir də deyək, 2-ni vurduq 8-ə. Bir də misalını yazdım, həllini getdi o. Bir də deyim müəllimə? P'ni 3 götürdük, düzü. Eri 4 P'ni 3, dedik. Eri 4, Eli L'si neçə dedik? 8 götürdük. Ay, sağ 8 ol. Hə, götürdük. 96 düz Bu da 96 elədir. Eşək. 12-ci tapşırıq. De, Aysu dedi, deyim. Kim istəmişdi, deyim. Mədnə denən. Mən burada deyir tili 12 sm olan düzgün tetraedrin daxil seçilmiş kürəyin radiusu. Burada radius kökaltı A bölünsün 12'dir. Radius düsturu. Kökaltı A bölünsün 12 ilə getmirik. Uşaqlar, kürənin daxilinə, kürən yox, tetraedrin daxilinə çəkilən çevrənin radius düsturunu abidində görüm necə yazırdıq? A kök 2 bölü 12 deyildi. A kök 2 bölünsün 12, o həcm idi. Kök altında A bölünsün Kök 12 altı. deyil. Hə, kök altında. 6A bölünsün 12. Kökaltı A bölünsün 12'nin gedəndə cavab orada kökaltı alınırdı. Ona görə mən onu yazdım. Kökaltı A bölünsün 12. Orada A 12 olduğuna görə kökaltı A vurulsun 12 bölünsün 12. İxtisar gedək cavab kökaltı qalır. Ümumiyyətlə, radius düsturlarını deyin görün mənə kimin yadındadır? A kök 6 bölü 12 kiçikdir. A kök 6 bölü 4-dəki böyükdür. Ay, sağ ol. A kök 6 böl 12. Hətta böyük R 3 R bərabər idi. Düz. Ay, sağ ol. Bunlar yazmışdıq biz. Qəşəng. Deməli, doğru cavabımız oldu. Burada 6. Kökdə 6. On üçüncü tapşırıq. On üçüncü tapşırıq da qəşəng tapşırıqdır. Onun həllini kim verər? Müəllim, burada romba alınacaq. Onu da diaqonal düsturun sahəsini tapacağıq. Necə tapdırsan? Deməli, ifadədə yerinə qoyanda D1-i 12 tapmışam, D2-də 12 tapmışam. Hər ikisi də 12 olduğuna görə sahəsi də D1 vur D2 bölü 2 eləyəcək. Yəni orada elə ki şeyləri, modulları bir mənfi, bir müsbət şəkildə açırıq. Alınan şeylərdən x-i tapırıq. Hər ikisində də 12 eləyir də ona görə. Şəklini çəkək. Amma ola bilsin ki, işarə səhv eləmişəm. Şəkli necə qurmuşuq? Şəklini çəkək, şəkli ilə baxaq, görək düz almısan 12-ləri. Təpə nöqtənin koordinatlarını tapaq. Təpə nöqtənin koordinatlarını denən. Birincini. Mövlana, birinci təpə nöqtəsinin koordinatlarını denən.
Birincinin təpə nöqtəsinin koordinatları 4, 6-dır. Ağız aşağıya doğru gedir. İkincinin təpə nöqtəsinin koordinatları isə 4, -6-dır. Ağız yuxarıya doğru gedir. Bunların arasında qalan bu hissə onun diaqonalıdır. Diaqonal oldu 12. İndi bizə bunlar lazımdır. Bax, bu iki tərəf arasındakı, iki təpə arasındakı diaqonal lazımdır. Mövlana, onu necə tapırsan iki təpə arasındakı diaqonalı? Təpə arasındakı diaqonal uşaqlar, bunların ikisinin kəsişməsidir. Bunların ikisini kəsişdiririk. 12 bərabərdir modulda 2, 2 çıxılsın 4. 2 çıxılsın 4 bərabərdir 6-ya. X çıxılaq 4 müsbət 6. Bu zaman x-i 10 alırıq. Bir də x çıx 4 -6. X-i -2 alırıq. Deməli, burada x-imiz -2-dir. Burada da x-imiz 10-dur. 10-da buradan bura qədər olan məsafə 12 olur. D1 də 12-dir. D2 də 12-dir. Onda sahəyi tapanda D1 vur D2 bölü 2. 144'ün yarısı. 72 ilə gedirik. Bildin mi Mövlana? Uşaqlar, eşitirsiniz məni? Bəli. 14-cü tapşırıq. 14-ü kim izah eləyər? Asaddır. Mən orada keçlə almışam. Əvvəlcə xəyali hissənin həqiqi hissənin koordinatlarını gəlin baxaq. Neçədir? Birincinin xəyali hissəsinin həqiqi hissəsi 6, 7-dir. İkincidə də 3, 3-dür. Düzdür? Bunlar arasındakı məsafə tapanda 6-dan 3-ü çıxıram 3, 7-dən də 3-ü çıxıram 4. Bunların arasındakı məsafə tapanda, kompleks ədədlərin arasındakı məsafə tapanda xəyali hissə ilə də həqiqi hissənin kvadratlarını toplayırıq. Cavab 5 eləyir. Kim idi bayaq dedi kök 6 ilə tapmışdım? Müəllim, bayaq müəllim. Aysi, başa düşdün? Bəli. Hə, Mövlana? Mən 2 dəqiqəyə çıxmalı oldum. Bayaqçını deyim qaldığımız yerdən. Yox, izah elədim, onu bitirdim. Gördüm səsin gəlmir, özüm izah eləyib bitirdim. Hə, elə bir ki, modullar 0-a bərabər eləyirdik. Təpə nöqtə, sonra kəsişməni falan tapırdıq da oydu. Hə. Biz elə yazdıq. 15-ci tapşırığa baxaq. Trigonometrik şəkil dəyişmədir. Biz bilirik ki, trigonometrik şəkil dəyişmə buraxılışa düşmür. Ümumiyyətlə, o mövzunu çıxardıblar. 16-cı tapşırıq. Deyir, 10 müxtəlif figurun yox, 10 müxtəlif firmanın məhsulu olan 10 kompüter neçə üsulla bir sıraya düzmək olar? Bunu uşaqlar ehtiyac yoxdur ikimizə deməyinə. 10 faktorial. 10 müxtəlif firmanın məhsulunun yer dəyişməsi eləyəndə faktorialla gedir. Ehtimal deyil ki, burada elə deyir ki, neçə üsulla bir sıraya düzmək olar? Elə 10 faktorial. 17-ci tapşırıq. Deyim müəllimə. 17-ni deyir, yürüm Yusif. Burada deyir 6 nəfərdən ibarət olan bir qrupda 2 növbətçini neçə üsulla seçmək olar? Bundan da kombinizonla gedəcək. 6 kombinizon. Niyə kombinizon? 2 növbətçi neçə üsulla seçmək olar ona görə deyir. Yox, permütasyonla da getmək olar, kombinizonla da. Niyə kombinizon permütasyonu götürmürük? Çünki növbətçilərdə
fərqi yoxdur hansı olsun. Birinci növbətçi gəlsin, yoxsa ikinci növbətçi. Amma bir desək ki, Hə. 2 dənə adamın birini növbətçi, digərini müdir seçirlər. Hə, və orada ücret permütasyondan gedəcək. Heç bir fərqi olmursa, kombinizondan istifadə edirlər. Ona görə kombinizondan gedirik bura. 6, Kombinizon. 6 kombinizon 2 bərabərdir. Hı. 6 faktorial bölünsün 6-dan 2 çıxırıq 4 faktorial. Sonra olsun 2 faktorial. 6 faktorial 4 faktorial vur 5 vur 6 kimi yazırıq. 5 vur 6 bölgüdə 15 edir. Doğrudur. 18-ci tapşırıq uşaqlar. Bu binomialın açılışıdır, buraxılışa düşmür. 19-cu tapşırıq. Omarov Murad burada. Buradayım ha. 19-u izah elə Murad. 19'da müəllim orada kombinizon 6 dənədir. Yəni düzülüşdə. Hı. Orada da 2 üstü 6 yazırıq da. Niyə 2 6 yazırıq? Çünki binomların cəmini istəyəndə, yəni binomların əmsalları, biri var binomial əmsallar, biri var əmsallar cəmi. Bunlar kombinizonlar binomial əmsallar gedir. Binomial əmsalları istəyəndə düstur 2 üstü n-dir. 64 deyir orada. Bəli, 2 üstü 6, 64. 20. 20'ni deyim müəllim. Demir Zemal. Orada mən biraz fərqli yazmışam. Deyməz yolu. Yazdım yolu. Orada A-nı yazmışam A ştrix, B ştrix, B-ni B ştrix, C ştrix, C-ni də C ştrix, A ştrix. Sonra hamısını bir-birinə vurmuşam. Olur A ştrixin kvadratı, B ştrixin kvadratı, C ştrixin kvadratı. O da kökün altında ABC-yə elə bir ki, bərabər oldu. Aferin, bəli. Cavab düzdür. Kökün altında ABC olacaq. Çünki V bərabərdir. Bax uşaqlar, bizdən onun həcmini istəyir. Paralelipipedin həcmi ABC-dir. Normalda bu həcm düsturu budur. Amma üzlərinin sahəsini bizə ABC verib. Gəlin üzlərin sahəsinə A yox. Birincinin üzünün sahəsinə S1 deyək, ikinci üzünün sahəsinə S2, üçüncünü S3 deyək. Onda birincinin sahəsi S1, ikincinin sahəsi S2, üçüncünün də sahəsi S3 olsa, biz bunları tərəf-tərəfə vursaq, A-nın kvadratı, B-nin kvadratı, C-nin kvadratı S1, S2, S3 olur. Buradan da ABC-ni tapanda S1, S2, S3-ü kökə salıram. Bu da məndən həcmi istəyir. Amma S1-in yerinə A verib, S2-in yerinə B verib, S3-ün yerinə C verib. Yəni bu ABC ilə bu ABC ilə şey deyil ha. Misalın ABC-sidir. Ona görə cavab kökdə ABC olacaq. Yəni düsturun ABC-si ilə bunun heç bir aidiyyatı yoxdur. Adlandırma belə qoyulub. 21 deyim müəllim. Amin, sən izah elədin. Eləmədim, mən səhv dedim, onda siz dediniz. Necə? İkisini də Səhv dedin. Yaxşı, 23 neçədəyik biz indi? 21-dəyik, 21-i denə. Bəli. Mən burada A kubu kökdə 12 bölünsün A kubu kökdə 2 bölünsün 12-dir. Tildə 2 verib. 8 kökdə 2 bölünsün 12. O da ixtisar edir. 2 Düsturu belə dedin sən. Kökdə Kök 2 A kubu bölək 12. Bəli. Hə, düsturu elə deyirsiniz ki, adam baş açmır. Kökün altında deyirsiniz, nə deyirsiniz? Kök 2 A kubu böl 12. Düzdür? Bəli. Hə, düzgün tetraedrin. 8 kökdə 2 bölünsün 12. Bəli, 8 kökdə 2 bölək 12. O da 2 kökdə 2 bölünsün 3. Bunlar ikisi gedirlər 4 ixtisara. 2 kökdə 3 bölünsün 3, bəli. 22. Tülü 3 olan kubun daxilinə çəkilən kürənin həcmini tapın. Bu da qəşəng misal oxşuyur. Mən deyim. Demədinə, Mədinə aydın şəkildə danış. Düsturları elə deyirsən, başım çıxmır. Nə deyirsən? Tez-tez deyirsən, başa düşmürəm. Aydın şəkildə. Yaxşı. Burada 23-də tili 3 sm olan kubun daxilinə çəkilmiş kürənin həcmi 3-də 4 Pierre kubudur. Burada yazaq. Yaxşı, həcm yazaq. 3-də 4 Pierre'in kubu. Əgər burada til 3 onda onun radiusu 1,5 olur. Niyə 1,5? Çünki burada diagonal 3 olur da. Yox, diagonal yox. Kub deyil. Bəli.
Baş şəkli çəkirəm. Kubun daxilinə kürə çəkəndə Bəli. kürənin diametri kubun tilinə bərabər olur. Bildin? Kürənin diametri demə 3-dür. Çünki til 3-dür axı. Onda onun tərəfi, yəni radiusu 1,5 olur. Bu da 2-də 3 deməkdir. Aparıb yerinə qoyanda 3-də 4 pi. Yerinə nə qoyuruq? 1,5 qoydum mən. Yəni 2-də 3-ün kubu neçə eləyir? O da eləyir 8-də 3-ün kubu 27. Aha. Onlar 4,5 pi. Bəli. 23 deyim. deyilməyimi? Heç deməyənlərdən desin. Heç deməyənlərdən. Deyənlər yox. Deyim müəllimə. Raya denən. Deyir tam səthinin sahəsi 150 olan kubun bir düzünün diaqonalını tapan. Tam səthinin düsturu 6 a kvadratı bərabərdir 150 eləyirik. A kvadrat 25, a olur 5. Diaqonal düsturda a köşə altında 3 deyə 5 köşdə 3. Deməli biz bilirik ki, kök altında 2A düsturu ilə 5 kökdə 2 olacaq üzünün diaqonalı. Düzdür. 24-cü tapşırıq. Deyim müəllim, bayaqçını demiş sayılmır da nə də olsa. Demə müəllim. Deməli, birinci bir dənə oğlan çıxmalıdır sinifdən, sonra da bir dənə qız çıxmalıdır. Ona görə birinci yazırıq ki, 24-də 14, yəni məxrəcdə 24 yazırıq, yuxarıda da 14-dən 1 də, yəni 14 uşaqdan birisi. O da elə kombinazonalar 14 eləyir. 24-də 14 vurulsun, 24-də 10, daha doğrusu 23-də 10, çünki uşaqlardan biri gedib. Bu kəsiri ixtisar eləyəndən sonra 138-də 35 qalır. İndi hesablama düz dedinsə, mən sənə güvəndim, yazım hesablama. Deməli uşaqlar, niyə 24-də 14 deyir? Birincinin oğlan olması. Birinci oğlandırsa, 24 dənə uşaqdan 14-ü oğlandır da, 24-də 14-də oğlan olma ehtimalı olur. Uşaqlardan biri gedəndə qalır 23 dənə. İkinci səfər oğlan yox, qız lazımdır bizə. Qızın da olma ehtimalı 10 dənədir. 23-də 10. Ardıcıl olduğuna görə hadisə bir-birinə vurulur. Doğru cavab 138. 35-ci hesablamasını Mövlanəlikdir. 25-ci tapşırıqda bizlik deyil. Uşaqlar, heç